İnsanlar əvvəl Allahdan istəyirdilər, amma indi kainatdan istəyirlər. Əvvəl insanlar dua eləyirdilər, amma bu gün sifariş eləyirlər. Bu yeni yaranmış dəb, yoxsa yeni inanclar dəyişdirilirmi? Mənə elə gəlir ki, yeni bir din ya da yeni bir inanc formalaşdırmağa çalışırlar. Bu yeni dövrün bir neoliberal iqtisadiyyatının bir ticarət formasıdır. Əski çağ dinlərinə qarşı olan yeni New Age deyilən bir din formatıdır. İçərisindən o ruhaniyyət, sakrallıq təmizlənmiş, daha sekulyar dövrün sanki formatında təqdim olunan bir kokteyl din adlandıra bilərik bunu. Çünki onun içərisində hər şeydən sanki biraz var. Panteizmdən nəsə var, buddizmdən nəsə var, iudaizmdən nəsə var. Hətta üzərinə bir belə cila ilə elmdən də nəsə qatırlar ki, ona sanki bir ciddiyyət, ona bir inam qazandırsınlar. Çox köhnələrdən folklorda olan bir şeyin başqa formada təqdimatıdır. Biraz məsələn, niyyətin hara, mənzilin ora söhbətinin bir balaca içi başqa şeylərlə doldurulmuş, təqdim edilmiş formasıdır. Amma folklor da əsasını hardan götürür? Yaşanmışlıqlardan. Bəli. O zaman belə çıxır ki, bəlkə folklorda da varsa, bu ta qədimdən olan bir yanaşmadır. Bu əlbəttə çox qədim, mən ona görə deyirəm də, ona görə o öz kökünü mütləq mənada əskilərdən hardansa nələrisə yarımçıq götürməyə söykəndirməlidir. Sıfırdan nəsə təqdim eləmir.